Quran bizə daim bunu xatırladır ki, sənin var oluş səbəbin ibadətdir. İbadət yəni təkəbbürlənmə. Niyə görə səcdə edirəm? Mənə yoxsa ibadət edə bilərəm də? Yox, qürurlusundur. Quran bizə daim bunu xatırladır ki, sənin var oluş səbəbin ibadətdir. İbadət yəni təkəbbürlənmə. Niyə görə səcdə edirəm? Mənə yoxsa ibadət edə bilərəm də? Yox, qürurlusundur. Hədislərdə var ki, torpağa səcdə etməyin fəlsəfəsi budur ki, insan üçün ən dəyərsiz olan torpaqdır. Üstü başı torpaq olsa o torpağı tez təmizləyir. Evi torpaq olsa o torpağı təmizləyir ki, evimdə bu çirkli bir şey olmasın. Allah bizim torpağa səcdə etməmizi ona görə istəyir ki, bizim üçün torpaq çox dəyərsizdir. Biz də alnımızı o torpağa qoymaqla özümüzü Allahın qarşısında sındıra bilərik. O təkəbbürü, o kibiri sındıra bilərik. Bayaq nə dedim dərsin əvvəldə? Dedim ki, bizimlə Allah arasında olan ən böyük maneə nə idi? Xudbəsənlik, yəni kibir, yəni təkəbbürlük, yəni mən. Məni o qədər öldürməliyik ki, Allaha deyir ki, sən gəlmirsən, sənəm. Çünki məni var edən sənsən. Mənim vücudum sənindir, mənim həyatım sənindir. Mənim evladım, mənim malım, mülküm, adım, sanım, adım. Məndə olan heç bir şey yoxdur. Hər nə var sənsən. Ariflər bunu hiss edirdilər deyə çox haram idilər və daim Allahın huzurundaydılar deyə günah eləmək də istəmirdilər. Çünki bilir ki, Allah daim bizə nə edir? Nərimancan, müşahidə edir. Allah bizi görür. Amma insan mən deyəndə artıq o Allahı unutur. Çünki mən düzgə baxanı deyil, mənim saçım, mənim geyinim, mənim pulum, mənim maşınım. O qədər məndir ki, Allahı unutur. Biz nə etməliyik? O məndən imtina eləməliyik ki, Allahı qəbul edə bilək. Mən deyirdim ya, qəlb Allahın hərəmidir, orada ya Allah olacaq ya başqası. Bizim qəlbimizdə özümüzü otuzdurmuşuq. Qəlbdə özümüzü yerləşdirmişik deyə ora Allah girmir. O qəlbdən özümüzü çıxartmalıyıq, yəni mən deyilən varlığı çıxartmalıyıq, ora otuzdurmalıyıq Allahı. Peyğəmbərlərin, Allah Rəsulunun və yaxud da imamların, Allah dostlarının qarşısında həyatına baxanda, nəzər edəndə görürsən ki, onlar həyatında özlərinə qədər düşünmürdülər. Onlar üçün bir dənə düşündüyü şey Allah'dır. Görürsən bu sözü desəm Allah məndən razı olar. Görürsən bu sözü desəm Allah məndən inciyər. Daim adam Allah üçün düşünür. Mən həmişə deyirəm ki, bəzən dostlara deyirəm səhər ayağa qalxanda bu ayəni deyin. Ayə nə deyir? Ciddi, mənim namazım, ibadətim, həyatım və ölümüm də, aləmlərlə olan Allah üçün. Adam hər səhər ayağı duranda bu ayəni təkrarlayıb ayağa qalxmalıdır. Təkrarı deyəndə sonra başa düşürsən ki, həyatım da və ölümüm də ancaq Allah üçündür. Ancaq Allah düşünəcəm. Çünki artıq burada mən yoxam. Bir də kim var? Xaricdən Allah. Allahdan qeyri heç bir şey yoxdur. Ondan sonra sən problemlərini də azalacaq. Bizim bu qədər qarşımıza çıxan sıxıntıların səbəbi bilirsinlər nədir? Biz özümüzük. Niyə görə özümüzük? Quran deyir ki, sən Allah'a xatırla aram olacaqsan. Mən Allah'a xatırlam, aram olmuram. Niyə? Çünki Allahın yanında özüm də var. Ona görə aram ola bilmir. Amma özümü kənara atsam, özümü özümdən uzaqlaşdırsam, bir də Allah deyəcəm, belə ürəyimdən də Allah deyəcəm, o qədər aram olacam. Çünki mən özüm özümə böyük maniyələr yaradıram. Özüm özümün irəliləməsinə maniyəyim. Özüm özümün inkişaf etməsinə maniyəyim. Çünki niyə? Çünki ancaq mən. O məni qoy kənara, bir də Allah deyil, bir də Allah üçün yaşa. Artıq imtihan olanda, Xalid mənim qəlbimə deyəndə, desəm ki, burada Allah var. Burada Allah var, Allah mənə nəyəsə istəyir məndən burada. Ya Xalidə doğru münasibət qurmalıyam, görüm, burada mən Xalidə yersiz qəzəblənəcəm və yaxud da Xalidə burada qəzəblənməliyəm. Amma mən mülayim göstərəm ki, birdən Xalid məndən inciyər, uzaqlaşar. Yox, Allah məndən istəyir ki, burada Xalidə qəzəblən. Deməli, mən neyəm? Xalidə qəzəblənəcəm. Amma burada məndən istəyir ki, Seymura qətiyyən qəzəblənmə. Seymur sən xətibə deyib, burada qətiyyən ona bir söz demə. Deməməlisən. Çünki mən Allah üçün çalışıram, mənim həyatım nədir? Deyil, mənim həyatım da və ölümüm də Allah üçündür. Mən Allaha düşünəcəm ki, görüm Allah burada mən nə deyir. Məndən istəyir ki, Seymura burada bir söz demə. Gözüm üstə, demərəm, gedəcəm. Onda aram olacaq. Əgər yox, mən olsa, nə qədər ki, Seymur mənə xətrimə deyib, istəyəcəm Seymuru incidim. Çünki mənə deyib, xətrimə deyib. Seymuru inciyəcəm ki, o incidim. Seymur xoşbəxt, bədbəxt olmayana qədər mən rahatsızlıq tapmayacam. Gördünüz, ən böyük maneə kim oldu? Mənim özüm.
Ona görə nə etməliyik? Məndən uzaqlaşmalıyıq. Kibir, təkəbbürlü, ego, bunlarla daim mübarizə aparmalıyıq ki, biz aram olaq. Məni var edən sənsən, mənim vücudum sənindir, mənim həyatım sənindir. Hər nə var sənsən. Ariflər bunu hiss edirlər deyə çox aram idilər.